Qəbələ rayonunun Vəndam qəsəbəsində Yedigözəl şəlaləsinə gedən yolun üzərində belə bir möhtəşəm, gözəl afreyimiz satışa çıxarılıb. Dəyərli izləyicilərimiz, paket kupçalı qeyd edim. Torpağın da, evimizin də sənədləri tam qaydasındadır. Həyəti ayrı bir zövqlüdür. Evin içərisi ondan da daha gözəldir. Burada girişdə jalüz qapı, 2 maşınlı parking hissəsi var. Girişin sol tərəfində söhbətgah hissəsi ocaq başında. Bir A şəkilli yerləncə hissəmiz var. Arxasında 6-nın 4-ə geniş, gözəl, filtrli və isitməsi olan super bir dənə hovuzumuz var. Üzərində də belə bir şəlalə quraşdırılır. Dəyərli izləyicilər, qarşı hissəsində besetkasıdır, müasir dizayndadır. Bütün, belə deyək ki, lazım olacaq biləcək hər bir əşyalar alınıbdır. Manqalini, sımavarı olsun, şişləri olsun. Hazır biznesi, dəyərli izləyicilər. Siz də buranı alıb, illik bir neçə min manat rahatçılıqla gəlir əldə edə bilərsiniz. Buranın ilk öncəliklərini qeyd edim. Hər tərəf afreyimlərdir. Birinci növbədə, yəni kirayə biznesi üçün tam yararlı bir ərazidir. Evimizin özəllikləri nədir? Addeni artisan var. Su çəkilib addeni artisanın şəxsi. Belə qeyd edim, transformatordan addeni xət çəkilib, stabilizatoru var, generatoru var, yəni kommunalların hər biri var. Kombi sistemi də quraşdırılır. İçərisinin dəyərli izləyicilərimiz təqdim edim. Girişdə zaldır, studiya, mətbəxdir. 2 yataq otağından ibarətdir bu afreyimiz. Bütün elektronik avadanlıqları var və tam əşyalı olaraq satılacaq. Zövqə, maşallah, zövqə bax. Hər afreyim, belə deyək ki, çox adam eyni dizayn verir. Burada içəri ağardılıb, səliqəlidir, ağ rəng daha çox zövq atır və evin rəngini açır. Çox afreyim tikənlər nəzərinə baxıb, ağ rəng çox keyfiyyətli bir şeydir. Mətbəx hissəsi sanuzel hamamı. Aşağıda bir yataq otağıdır, yuxarıda bir yataq otağı dəyərli izləyicilər. Burada birinci yataq otağı, adleni qladovka hissəsi də var. Televizor olsun, interneti, nə bilim, kondisioner, soyuducusu, hər bir elektron avadanlığı var. İkinci mərtəbəni sizin üçün operator göstərsin. Oradan da pəncərə hissəsi var. Dağa gözəl, oradan da mənzərə görünür. Dəyərli izləyicilər, bir şey qeyd edim ki, burada, belə deyək, bu evin tikintisində, bu afremin tikintisində torpaqla birgə təbii ki, 170 min manat pul xərclənib. Bu evi əvvəl satışa çıxartmışdıq 180 min manata, hal-hazırda təcili satılır deyə 165 min manat pul istəyir sahibi. İndi reallıq olar, biraz cüzi endirim eləyər, onun ki, sahibin özünlə danışmaq lazımdır. Amma afreyinin keyfiyyətinə, ərazisinə, biznes üçün tam idealdır. Ətraflı məlumat üçün səhifədə nömrəmiz qeyd olunub. Zəng edib məlumat ala bilərsiniz. Sağ olun, salamatla qalın.